Kollektiv şuur. Nədir kollektiv şuur? Biz elə bilirik ki, nəsə bilirik. Amma əslində bütün bildiklərimizin mənbəyi məhz kollektiv şuura istinad edir. Kollektiv şuur bir xalqın beynində yaşayan və onun inanclarını, dəyərlərini formalaşdıran gizli bir gücdür. Bugün bizim müzakirə belə etmədiyimiz bir çox dəyərlərimiz, bir çox hörmətlə yanaşdığımız həqiqətlərimiz var ki, onların mənbəyi sadəcə kollektiv şuurda gizlidir. Kollektiv şuur xalqımızın qorxularından, ümidlərindən, inanclarından, keçdiyi əzablı həyat yollarından formalaşaraq bu günə gəlib çıxır. Bu şuur bizə özümüzü dərk etmədiyimiz zamanda nənələrimizin, valideynlərimizin qulağımıza pıçıldadığı Tık-Tık xanım, Köroğlu dastanı, Məlik Məmmədin, Cırtdanın nağlı, Xoruzun şeiri, Keçinin bu kimi bax bir xalqın folklorunda, bir xalqın mədəniyyətində, hər evdə, hər ailədə elə bir insan olmaz aramızda ki, bu nağılları bilməsin. Ötülür bizim şuuraltımıza və bu bizim dəyərlərimizi formalaşdırır. Bu bizim inancımızı formalaşdırır. Bu bizim həqiqətlərimizi formalaşdırır. Kollektiv şuur bizim əsrlərdən süzülüb gələn qəbiləmizin keçdiyi həyat yolunun gizli səsi, gizli kodudur.